sabah ne göysek kar yağar ana. Bu sabah ne göysek kar yağar ana. Ağdı ağaçların damların üstü. Ağdı ağaçların damların üstü. Bir dön yer göğü tutana bak. Bir dön yer göğü tutana bak. Güzelleri kimi ümmağa bak. Öyümüze ne göysek kar yağar ana. Bu sabah ne göysek kar yağar ana. Öyümüze ne göysek kar yağar ana. Kar yağar ana, kar yağar ana. Kar yağar ana, kar yağar ana. Kar yağar ana. Bir soyuk bakıştan kırılabilir. Bir soyuk bakıştan kırılabilir. Köyrəkli yüreğin bir şekimim. Köyrəkli yüreğin bir şekimim. Fərqində deyiləm ey paylayayım. Fərqində deyiləm paylayayım. Bilmirəm qış necə, yay necə keçir. Qatıbdı başımı qayğılar ana. Oğlunun saçına al düşən kimi. Oğlunun saçına al düşən kimi. Bu sabah nə göysək qar yağar ana. Öyümüze ne göysek kar yağar ana. Bu sabah ne göysek kar yağar ana. Kar yağar ana, kar yağar ana. Kar yağar ana, kar yağar ana. Kar yağar ana. Üşümesin oya bırak kişi. Üşümesin oya bırak kişi. Delat serçelere al kalmasınlar. Delat serçelere al kalmasınlar. Dolufdu başına tutar ağacımızı. Dolufdu başına tutar ağacımızı. Yemum orpayım o kargalar ana. Bu sabah ne göysek kar yağar ana. Öyümüze ne göysek kar yağar ana. Bu sabah ne göysek kar yağar ana. Kar yağar ana, kar yağar ana. Kar yağar ana, kar yağar ana. Kar yağar ana.
Açardın ucunem kirpilerinin, açardın ucunem kirpilerinin, açardı gözlerin bir doğma gezer, açardı gözlerin bir doğma gezer. Okumaz derdini, ötmez gemini. Okumaz derdini, ötmez gemini. Neye dönse bütün kargılar ana, atamın qəbrine, senin kalbine, atamın qəbrine, senin kalbine. Bu sabah ne göysek, kar yağır ana, öyümüze ne göysek, kar yağır ana. Bu sabah ne göysek, kar yağır ana, 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 kar yağır ana. Təşəkkürümü bildirirəm Aşıq Şəhriyar, Aşıq Coşqun, çox sağ olun. Baxmayaraq ki, kövrək, şirin oxudunuz, qarın soyuqluğunu çox da belə ciddi qəbul etmədən nə göyçək qar yağır dediniz, amma iliyimə qədər o qarın soyuqluğunu hiss elədim. Çünki orada bir misra var, atamın qəbrinə, sənin qəlbinə, bu sabah nə göyçək qar yağır ana. Atamın qəbrinə yağan qar fiziki mənadadır, amma atamın yoxluğu, məndən nigarançılıq, sənin də qəlbinə o qarı yağdırır. İliyimə qədər üşüdüm bu qarda. Buyurun əyləşin, söhbətimiz olacaq, geniş danışacağıq. Hər vaxtınız xeyir olsun, möhtərəm televiziya tamaşaçıları, dəyərli ozan sevərlər. Bəli, biz bugün çağdaş aşıqlıqdan, çağdaş aşıqların repertuarından danışacağıq. Qeyd etdiyim kimi, hörmətli qonaqlarımız var. Əziz Aşıq Şəhriyar Qaraxanlı və Coşqun Qəzaqlı bizə qonaqlar. Xoş gəlmişsiniz. Xoş görmüş, qorxmaz. Bugünün tamaşaçısı nə istəyir? Tələbat daha çox nəyədir? Qorxmaz müəllim, dəvətinizə görə təşəkkür edirəm. Bugünün tamaşaçısı təbii ki, klassik ilə bərabər eyni zamanda yeni səslər, yeni havalara maraq göstərirlər. Və biz də çalışırıq ki, klassikanı yaşatmaqla bərabər o ürəyimizə gələn o kövrək duyğuları hansısa bir hava üstündə bəstələyib, tamaşaçıların diqqətinə buraxaq, tamaşaçıların nəzarətinə buraxaq. Bugünümüzdən çox məmnunuq. Nə gözəl. Bəs Aşıq Coşqun nə düşünür? Aşıq havalarından bəhrələnmişik biz, həqiqətən aşıq havalarından başlamışıq. Bizi izləyən tamaşaçılarımız, dinləyicilərimiz bilir ki, biz aşıq havalarında yetəri qədər bilirik. Amma gənc nəslin istəyinə uyğun olaraq da müəyyən havalar, yəni çalışırıq, əlimizdən gələn odur ki, hamının zövqüncə olsun, hamı dinləyə bilsin musiqilərimizi. Belə, yəni, yaxşı da qarşılanır həqiqətən. Nə gözəl. Əlbəttə ki, hər dövrün öz tələbi var. Klassika unudulmamalıdır. Bir him var, bir özül var. Ustadların qoyduğu, buyurduğu bir yol var. O yol müqəddəs yoldur. Bu yaşayır, yaşayacaq da. Amma dediyimiz kimi, yaradıcı münasibət göstərməlisiniz. Bir var təkrarçılıq, bir də var özündən də nələrsə qatasan. Bax, biraz əvvəl bir hava oxundu. Bu sabah nə göyçək qar yağır ana. Şəhriyar Qaraxanlının bəstəsidir. Sözlər Elnur Aslanbəylinindir. Necə oldu, yarandı, nəyin üzərində gəzişdiniz? Qorxmaz müəllim, çox sağ olun sağlığınıza görə. Deməli, bir axşam evdəydim. Elnur Aslanbəylinin o atan gözü sulu adamdır, oğlum, durduğu yerdəcə hönkürə bilir. Vaxt olur, sən lap elə sən dişlədiyin almanın yarısı ağladır onu. Bu hava əzəl o sözlərin üzərində qurulmuşdu. Doğrudan aşığın da, şairin də başına gələndə çox gözəl olur. Gələk onu yaşayasan. Üzür istəyirəm ağsaqqallardan, evdə böyük oğlum alma istədi. Mən baxdım ki, alma qabında bir alma var və onu həmən uşaq dişləyib, yarısı qalıb. Gəldi Elnur Aslanbəylinin bu almanın yarısı ağladır onu. O şeir mənim gözümün qabağına gəldi və elə anidən oturduğum yerdə bu havanı o söz üstündə bəstələdim. Və bir neçə vaxt keçəndən sonra bilirsiniz ki, biz eldə, obada, toya, el şənliklərinə dəvət oluruq. Bir dostumuz, Qaraçöplü dostumuz
Moskvadan zəng elədi ki, səni toya dəvət edirəm. Mənim anam aşıqla, sazla, sözlə nəfəs alırdı. Hətta mənim anam rəhmətə gedəndə mənə demişdi ki, mənim üstümdə bir aşıq havası çaldırarsan oğul. Bu oğlanın adı Qurvandır, Qaraçöpümüzün gözəl oğludur. Dedi, bir ana mahnısı istəyərdim səndən, o bizim o toyda oxuyasan. Mən də fikirləşdim ki, hansı ana mahnı oxuyum? O qədər ana haqqında şeirlər yazılıb. Elnur Aslanbəylinin yenə bu sabah nə göçək qar yağır ana. O şeiri gözümün qabağına gəldi və həmən mahnı üzərində o şeiri oxudum. Günü bu gün də biz Qaraçöpdə o mahnı ilə sevilirik. Həm Coşqun, həm siz həqiqətən bu havanı çox gözəl ifa eləmişsiniz. Xaqani Qayıplı ilə birdən söhbət eləyirdim. Dedi ki, mən arzulayardım ki, Şəhriyarı olsun bu havanın. Laf gözəl olar. Həqiqətən. Yəni, yaxşı olar. Necə istəyirsiniz? Yəni, bir sənətkarın öz adının da tarixə keçməsi məqbuldur, yəni. Şəhriyarı kim bundan sonra təqdim olunsa, yəqin ki, siz də xeyir duasını verərsiniz. İnşallah xeyir duasını Nə verər. gözəl. Coşqun Qazaxlı da bir söhbətə qoşulsun. Buyurun, sizin fikirləriniz. Həqiqətən Şəhriyar qardaşım o qədər göysək oxuyub o havanı. Mən də o havadan bəhrələndim, həqiqətən oxudum. Elə bəzən elə olur ki, oxuyuram, belə seçilmir, hamı elə bilir Şəhriyar oxuyur. Yəni, səsimizin də oxşarlığı, bənzərliyi var. Yəni, bu da bir... Belə də yəni. Qismətdir, gəldi sizin taleyinizə və uğur qazandırdı. Ümumiyyətlə necə düşünürsünüz? Aşıq tamaşaçısının yaş həddi cavanlığa doğru dəyişibmi? Ümumiyyətlə saza qulaq asmaq üçün bəlli bir yaşa çatmaq lazımdır, yoxsa bu daha çox könül işidir? Məncə könül işidir. Ruhla bağlıdır. Həqiqətən biz... Mən elə bir məclislərə düşürük. Şəhriyar qardaşım düzgün vurğuladı. Gürcüstan elində, Borçalı mahalında, Qaraçöpdə cavanlar o qədər həqiqətən belə saza sözə diqqət yetirirlər. Yəni, o köhnə dövrlərdə işləmişdik biz gecə gündüz saz çalıb oxumaq. Həqiqətən orada o günlər, o anlar yaşanır. O da həqiqətən də qürur verici bir hissdir. Cavanların, həm yaşlıların, ağsaqqalların, ağbırsəklərin belə havalara münasibəti bizi çox belə qürurlandırır. Çox sağ olun, fikirlərinizə böyük hörmətlə yanaşırıq. Nə xoşalımıza ki, gənc nəslin saza olan sevgisindən belə qürurla ağız dolusu danışa bilirsiniz və bu bizi fərəhləndirir. Biz Coşqun Qazaxlını yenidən səhnədə görək. Onun tamaşaçıları bilirəm ki, həsrətlə gözləyirlər ki, indi nə oxuyacaq? Sizi səhnəyə yola salıram. Buyurun, söz sizindir. Əziz dostlar, dəyərli ozan sevərlər, bəli, Coşqun Qazaxlı bir Allah eşqinə gözəl bir nəğmə var, onu oxuyacaq. Sözləri xanım şairəmiz Çiçək Mahmud qızının, bəstəsi isə Aşıq Nargilə Mehdiyevanındır. Gəlin birlikdə eşidək. Açıldım sabah eşqinə, nə biləydim ətrim rəngim, yazılır günah eşqinə. Nə biləydim ətrim rəngim, yazılır günah eşqinə. Sükutunla keçirmədin, bal sevdan içirmədin. Sükutunla keçirmədin, bal sevdan içirmədin. Sən könlünə köçürmədin, mən öldüm Allah eşqinə. Sən könlünə köçürmədin, mən öldüm Allah eşqinə. Yar öldüm Allah eşqinə, mən öldüm Allah eşqinə. Qız öldüm Allah eşqinə, mən öldüm Allah eşqinə. Keçirmədin, bal sevdan içirmədin. Sükutunla
keçirmədin, bal sevdanı içirmədin, sən könlünə köçürmədin. Mən öldüm Allah eşqinə, sən könlünə köçürmədin. Mən öldüm Allah eşqinə, yar öldüm Allah eşqinə. Mən öldüm Allah eşqinə, qız öldüm Allah eşqinə. Mən öldüm Allah eşqinə. Heç bilmədim bu nəsirdi, ya qiblədi ya da pirdi. Bu gəldiyim hansı yer, qullar ənir şah eşqinə. Bu gəldiyim hansı yer, qullar ənir şah eşqinə. Sükutunla keçirmədin, bal sevdan içirmədin. Sükutunla keçirmədin, bal sevdanı içirmədin, sən könlünə köçürmədin. Mən öldüm Allah eşqinə, sən könlünə köçürmədin. Mən öldüm Allah eşqinə, yar öldüm Allah eşqinə. Mən öldüm Allah eşqinə, qız öldüm Allah eşqinə. Mən öldüm Allah eşqinə, yar öldüm Allah eşqinə. Mən öldüm Allah eşqinə, qız öldüm Allah eşqinə. Mən öldüm